İbn Qeyyim rahimahullahın rəhbərlərə itayətdə əhl-i sünnətin bu etiqadında olan o sirki var, onu görün imam necə izah edir. Deyir ki, Uca Allah qulları üzərində olan rəhbərləri, vali və əmr sahiblərini məhz onların öz əməllərinə uyğun bir şəkildə seçmişdir. İnsanların cəmiyyətdə əməli necə olubsa Allahın hikmətindəndir, başlarına gələn rəhbərlər də elə onların öz əməllərinə uyğun olub. Allahın bu yöndə olan hikməti haqqında dərindən düşün. Sanki insanların əməlləri sultanlarının və rəhbərlərinin surətində ortaya çıxmışdır. Yəni, əslində o cəmiyyətdə olan rəhbər ki var, o cəmiyyətdə olan insanların əməli ki var, o əməlin surətidir, güzgüsün. Həmin zalım rəhbərlər o insanların bir növ əməllərinin surəti şəklində ortaya çıxır. Əgər onlar itayətkar olsalar, rəhbərləri də itayətkar olanlar. Əgər onlar adil olsalar, onlara qarşı da adil davranırlar. Yox, əgər o insanlar həddi aşıb zalim olsalar, onların vali və rəhbərləri də onlara qarşı həddi aşıb zalim olurlar. Əgər onların içərisində hiylə və yalan baş alıb gedərsə, elə rəhbərləri də onlara qarşı o cür davranar. Əgər Allahın haqlarını öz aralarında ödəməzlərsə və bu haqları ödəməyə qarşı laqeydlik göstərərlərsə, sultanları və rəhbərləri də onların haqlarını ödəməz və onlara qarşı laqeyd davranırlar. Əgər onlar öz aralarında zəif və gücsüz gördükləri insanlardan haqları çatmayan şeyləri tələb edən, götürərlərsə, rəhbərlər də onlardan haqları çatmayan şeyləri götürər və üzərlərinə də haqsızcasına vergi yükləyərlər. Onlar hər dəfəsində zəiflərdən istifadə edib qazanc əldə etməyə səy göstərsələr, rəhbərləri də zor güc ilə onlardan qazanc əldə etməyə davam edərlər. Sanki rəhbərləri onların əməllərinin surətində ortaya çıxmışdır. Asi və şərli bir topluma onların öz əməllərinə müvafiq olmayan bir kəsin rəhbər gəlməsi ilahi hikmətə heç cür uyğun ola bilməz. İslamın ilk dönəmləri ən xeyirli əsillər olduğuna görə onların rəhbərləri də ən xeyirli rəhbərlər idilər. Və o zaman ki onlar fəsada uğradılar, rəhbərləri də onlara qarşı elə o cür davrandılar. Sonra İbn Qeyyim öz zamanından danışır və deyir ki, hal-hazırki dövrdə də Allahın hikmətinə uyğun olaraq bizim üzərimizə nəinki Əbu Bakır və Ömər, heç Muaviyyə və Ömər İbn Abdüləziz kimi rəhbərlər gələ bilməz. Çünki bizim rəhbərimiz bizim özümüzə uyğundur. Bizdən əvvəlkilərdə də məhz onların özlərinə uyğun idi, hər iki halda da ilahi hikmət təcəlli edir. Və son olaraq sözümü İbn Əbil-İz rahimahullahın sözü ilə tamamlayıram. Deyir ki, rəhbərlər zalim olsalar belə onlara qarşı itayətkarlıqdan ayrılmamaq lazımdır. Çünki itayətdən əl çəkib onlara qarşı çıxmaqla ortaya çıxan fəsad, onların zülmü səbəbi ilə ortaya çıxan fəsaddan qat-qat artıq olur. Onların zülmlərinə qarşı səbir etmək günahlar üçün kəffarə və əzəmətli əcir sayılır. Uca Allah o cür zalim rəhbərləri öz əməllərimizin cəzası olaraq bizim üzərimizə musallət edib.
necə deyərlər, insana verilən cəza onun öz əməlinin cinsindən olur. Bu səbəbdən də belə hallarda bizə vacib olan şey öz əməllərimizi islah edib tövbə və istiğfarı çoxaltmaqdır. Deməli, əgər cəmaət rəhbərin zülmündən öz canını qurtarmaq istəyirsə, gərək ilk növbədə özü öz nəfsinə zülm etməyi tərk etsin. Və doğrusunu Allah bilir. Və sallallahu alə Muhammed və alə alihi və səhbihi və səlləm.